Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Xanım Fatimənin şəhadətinin ildönümünün keçirdiyi günləri yaşayırıq. Bu münasibətlə hər birinizə başsağlığı deyirəm. Xanım Fatimə Zəhra qadınlar üçün elə bir nümunə, elə bir örnək təqdim etdi ki, nə bundan qabaq bunun bir bənzəri vardı, nə də ki, xanımdan sonra hər hansı bir şəxs belə bir nümunə təqdim edə bildi. O da bundan ibarət idi ki, qadın ictimai məsələlərə, hüquqi məsələlərə, siyasi məsələlərə qatışsa da öz hiffətini, öz qadınlıq təravətini qoruyub saxlamağı bacarmalıdır. Biz görürük ki, bəzən hər hansı bir, məsələn, xanım ictimai məsələlərdə istəsə fikir bildirsin, o biri tərəfdən öz qadınlıq amallarını unutmuş olur və yaxud onları sonraki mərhələyə atmış olur. Amma xanım Fatimə elə bir nümunə təqdim etdi ki, qadın cəmiyyətin, ictimaiyyətin ortasında ola-ola öz iffətini, qadınlıq dəyərini qoruyub saxladı. Bu məsələni başa düşməyənlər bəzən belə bir irad irəli sürürlər ki, siz necə qəbul edirsiniz ki, Peyğəmbər qızı xanım Fatimə onun vəfatından sonra qapı-qapı düşərək mühacir və ənsarlardan Həzrəti Əli üçün beyət istəmişdi. Axı, bu bir qadının şə'nində deyil və eyni zamanda gedib məsciddə kişilərin, qadınların olduğu yerdə bir müfəssəl xütbə söyləmişdi. Baxın, bunlar bu məsələni tam olaraq dərk edə bilməyiblər ki, xanım bir nümunə təqdim etdi ki, burada qadın həm ictimai səhnədə fəaldır və eyni zamanda qadınlıq iffətini də, qadınlıq dəyərini də qorumuş olur. Tarixi cəhətdən bu hadisə baş verib. Bəli, niyə baş verib? Çünki əgər xanım gedib onlardan beyyət istəməsəydi, beyyət almasaydı, sonra deyə bilərdilər ki, siz mövcud vəziyyətə razı oldunuz, gəlib bizdən beyyət istəmədiniz, elə sizin bu susmaqlığınızı biz əsas götürüb, elə biz də bu mövcud hakimiyyəti qəbul etdik. Digər bir tərəfdən, ümumən hər hansı bir haqqı, hər hansı bir dəyəri tələb etmək üçün məgər cins faktoru varmı? Yalnız haqqı kişilər tələb edərmi? Yəni, qadınlar öz haqlarını, öz hüquqlarını tələb etməməlilərmi? Yəni, bu hansı kitabda, hansı dəyərdə yazılıb ki, haqqı yalnız kişilər istəməlidir. Qadınların heç bir səlahiyyəti yoxdur, öz haqlarını, öz hüquqlarını istəsinlər. Bəlkə İslam təlimləri və başda xanım Zəhra olmaqla elə bir nümunə təqdim etdi ki, qadın ictimai səhnədə fəal olsun və eyni zamanda öz iffətini də qorumuş olsun. Buna əsasən ümumən haqq veriləsi deyil, haqqı gərək insan istəyə, tələb edə. Yəni, onlar sakit evdə otursa, Həzrət Əleyhisselamın vilayəti sual altına geçsin, bunlar heç bir formada onu tələb etməsin. Tarixdə biz etiraz olaraq deyərdik ki, xanım, niyə görə sən öz haqqı tələb etməmsən? Yəni, əgər xanım bu addımı atmasaydı, o biri tərəfdən etiraz edərdilər. Digər tərəfdən də budur ki, xanım düzdür gedib mühacir və ənsarlardan Həzrət Əleyhisselama beyyət istəyib. Belə deyək ki, təkd edib. Yəni, Həzrət Əleyhisselam orada olub, İmam Həsən, İmam Hüseyin orada olub və eyni zamanda məsciddə xütbə edərkən nəinki o qadın səsi ilə, bəlkə o ictimai danışıq nitqindən istifadə edərək, pərdə arxasında kamil hicaba riayət edərək bəliğ və fəsih formada bu xütbəni yerinə yetirmişdi. Hər bir halda xanım Zəhranın qadınlar üçün təqdim etdiyi bu örnəkdə iki əsas məsələ var. Qadın ictimai sahədə aktivdir, aktiv ola-ola öz iffətini, İslami dəyərlərini də qoruyur. Bu xanımın bütün azad insanlara təqdim etdiyi bir örnəkdir, bir nümunədir. Hər hansı bir artıq şübhənin, iradın mənası qalmır ki, niyə görə xanım Peyğəmbər qızı olaraq gedib mühacir və ənsarlardan
əli üçün beyət istədi. Bəlkə biz deyirik ki, xanım elə peyğəmbər qızı olduğu üçün, məsum olduğu üçün gedib bu işi görməli idi ki, digər insanlar, digər qadınlar da ondan örnək və nümunə götürsünlər.